Yanvarın 10'unda Suriyada daha bir Azərbaycanlı öldürülüb. Qəribəsi isə odur ki, bu dəfə öldürülən məktəb yaşı yeniyetmədir. Belə ki, əslən Naxçıvan Muxtar Respublikasının Şərur rayonundan olan 1999-cu il təvəllüdlü Kərimov Nəcəf Namiq oğlu Suriyadakı döyüşlərdə öldürülüb. Bu haqda Suriyada öldürülən Nəcəf Kərimovun xalası nəvəsi Günel Babayeva bildirib. Məlumata görə Kərimovlar 2013-cü ilin yay aylarında ailələri ilə birlikdə Azərbaycanı tərk edib. Ölkəni tərk edərkən valideynlər 16 yaşlı İradə, 14 yaşlı Nəcəf, 10 yaşlı Sara və 5 yaşlı Fatiməni də özləri ilə aparıb. Suriyada öldürülən 14 yaşlı Nəcəf Kərimov Namiq Kərimovun oğludur. Ailə başını tərk etməzdən əvvəl Dərnəgül qəsəbəsi Saratov küçəsində, daha sonra Sabunçu rayonunda yaşayıb. Yeri gəlmişkən Namiq Kərimovun Allah yolunda döyüşlərdə necə deyərlər iştirak etmək üçün Suriyaya getdiyi deyilir. O bu məqsədlə 14 yaşlı oğlunu da döyüşlərə aparıb. O da qeyd edilir ki, vəfat edən Nəcəf Kərimovun atası Namiq Kərimovun əvvəllər 3 mağazası olub. Ancaq ailə tam olaraq vəhhabiliyi qəbul etdikdən sonra ailə başçısı mağazalarını da bağlayıb. O deyib ki, bu cür fəaliyyətlə məşğul olmaq günahdır. Məlumata görə öldürülən Nəcəf Kərimovun anası Nigar Kərimova da vəhhabi təriqətini qəbul etdikdən sonra uşaqlarını təhsildən yayındırıb. Deyilənlərdən belə çıxır ki, Namiq Kərimov Nəcəf Kərimovu məcburi şəkildə Suriyaya döyüşlərə göndərib. Yanvarın 10-unda həmin döyüşlərin birində 14 yaşlı yeniyetmə həlak olub.